Artıq evdə yaşamayanlar da qaz və işıq pulu ödəməli olacaqlar. Gündəm xəbərin efirində bir mühüm xəbər diqqətinizə çatdırırıq. 12 iyun tarixidir. Belə ki, Azərbaycanda elektroenergetika haqqında qanuna dəyişiklik ediləcək və dəyişikliyə əsasən elektrik enerjisinin ödənilməsindən sabit tarif tətbiq ediləcək. Təbii ki, sabit tarif hər bir istehlakçı üzərinə tətbiq olunan aylıq tarif elementidir və sözü gedən qanun layihəsinin daha biri isə qaz təchizatı haqqında olan yeni qanun layihəsidir və bu qanunla da sabit tariflər nəzərdə tutulub. Modernasın məlumatına görə Energetika Nazirinin müavini Samir Vəliyev sabit tariflərin məqsədini açıqlayıb və bildirib ki, mənzili olan, amma orada yaşamayan vətəndaşlar elektrik enerjisini sabit tariflə ödəyəcəklər. Yeniliyə əsasən elektrik enerjisinə görə ödənilən vəsait iki hissədən ibarət olacaq. Məsələn, hər hansı 10 binanın 8-ində yaşayış var, amma ikisində yaşayış yoxdursa, transformator məntəqəsi qurulur. Onun xərci tarifin içərisində olmalıdır. Yenilik ondan ibarətdir ki, onun xərci ayrılsın. Hansı ki, iki mənzildə yaşamırlar, onlar da ayda həmin sabit tarifi ödəyəcəklər. Bu binada yaşayanların yükünü azaldır. Bu qanun layihəsinin hazırlanması zamanı beynəlxalq təcrübədən istifadə olunub deyə Nazir müavini açıqlamasında bildirib.